Salam, hörmətli abiyyətlər. Axşamınız xeyir. Bildiyimiz kimi sabah 9 mart tarixində bağış imtahanlardır. Əvvəla hər birinizə bu imtahan uğurlar arzulayıram. Tanrının köməkliyi ilə hər biriniz istəyinizə çatarsınız, daha yaxşı ballar yığarsınız. İmtahan öncəsi bir çox məsələlər var ki, mən onların müəyyən qismini sizə deməliyəm ki, siz bunlara riayət etsəniz, sizin üçün daha uğurlu olar. Birincisi, imtahandan öncə yaxşı dincəlmək lazımdır, yəni tez yuxuya getmək lazımdır, telefondan uzaq olmaq lazımdır. Müəyyən videolar ki var, onlar narahatlıq verən, hər hansı bir əsəb pozuntusu verən və yaxud da ki, müəyyən səsli küylü videolardan uzaq olmalısınız, yəni onlarla məşğul olmalısınız, çox rahat yatmalısınız. Yəni telefonla bir növ bugün uzaq olmalısınız. Sabah imtahana gedən zaman özünüz də imtahana vermiş baxış vərəqini və şəxsi vəsiqənizi hökmən götürməlisiniz və oradakı məlumatları tutuşturmalısınız. Yəni oradakı şəkillə, vəsiqə şəkil, müəyyən məlumata ad, soyad, ata adı, fin kodlar uyğun gəlməlidir. Ola bizim müəyyən texniki səbəblərdən səhv düşə bilər. Onları aradan qaldırmaq üçün tezliklə onları həll etmək lazım olur. Sonra siz imtahana gedən zaman özünüzdən 2-3 ədəd dircəkli, göy və qara qələm götürməlisiniz. Və bir ədəd də karandaş, yəni biz onu götürməlisiniz, qara karandaş götürməlisiniz. Və imtahana vaxtında getmək lazımdır. Ən gecə yarım saat əvvəl getmək lazımdır. Çünki siz sabah bilirsiniz ki, müəyyən dərəcədə hərəkətin sıxlığı müşahidə olunacaqsa imtahanlara görə. Tıxaca düşə bilərsiniz, hər hansı avtomobil xarab ola bilər, marşrutdan gecikə bilərsiniz. Sonra sizin üçün gecə olmasın. Yəni, amma tez getməyin heç bir ziyanı yoxdur. İmtahana gedən zaman özünüzdən su da apararsınız. Çünki orada evdən axşamdan hazırladığınız suyu sabah aparın ki, ora imtahan müddəti mənə həyəcandanmı su lazım olan və ya ki, yanarsız su içmək üçün su götürün özünüzdə. İmtahana içəri daxilində sizə sual kitabçıları paylanacaq. Sual kitabı paylananda sualları diqqətlə oxuyun. Sizin üçün hansı fən daha rahat gəlirsə, çalışın biz o fəndən başlayayım. Ana dil, riyaziyyat, xarici hər hansı bir daha rahat gəlirsə, ondan başlayın. Sualları çox diqqətlə oxuyun. Və burada suallar oxuyan zaman mən belə məsləhət görürəm ki, əlinizdəki karandaşla səhv yazılmış, düz yazılmış, uyğunluq, uyğunsuzluq, bunların altından xətt çəkəsiniz ki, tez gözünüzü dəysin, tez alışasınız bunlara. Bunlara əməl edin. Mətnləri oxuyan zaman isə ən azı mətni 2 dəfə oxuyun. Sonra yenə həmin karandaşla yenə o da mətndə kursiv yazılmış hissə var, qabağına Rum rəqəmi yazılmış cümlələr var, 3 nöqtə qoymuş var, qara hərflə verilmiş sözlər var, mətndə səhv yazılmış söhbətə fərqli normada yazılmış, fərqli üslubda yazılmış sözlər var ki, onlara cümlələr var ki, üzr istəyirəm, onlara daha diqqətli olun. Bildiyimiz kimi Dövlət İmtahan Mərkəzinin tərtib etdiyi mətnlərdə bir dənə publisiz mətn, bir dənə bədii mətn olur. Bəzən bunların birincisi publisi, ikinci bədii olur, bəzən də birincisi bədii, ikinci publisi olmur, diqqətli olmaq lazımdır. Və bu sualları oxuyan zaman onları orada açıq suallar olacaq sizin üçün. O açıq suallar yazanda xətt amili birinci amildir. Çünki siz onu elə xətlə yazmalısınız ki, onu yoxlayan markerlər orada əziyyət çəkməsindən müəyyən xəttlər var ki, onları heç cür oxumaq olmur. Bu da gələcək sizin müəyyən ballarınızın kəsilməsinə səbəb olur. İmtahana 3 saat vaxt ayrılır, bilirsiniz ki, və çalışın imtahana tez çıxmayın. Əgər tez çıxsanız, bilirsiniz ki, sual kitabçıları sizə verilməyəcək və öyle müəyyən suallar qalır ki, axıra 4-5 sual qalır, bəzən 1 sual, 2 sual qalır, o sayı müəyyən fərqli olur və sən sonunda sualları tapa bilərsən. Ona görə ki, tapa bilərsən və deyərsən ki, baxarsan ki, burada gözünə qaçsın, hər hansı bir məqam var, ona görə də onu tapa bilərsən. Ona görə tez çıxmağa, tələsməyə imtahan verilən müddətin vaxtına çıxmaq lazımdır. Çox gecikmək lazımdır ki, vaxt bölgüsünə düzgün riayət etmək lazımdır. Çünki nəzərə alınması ki, sizin burada həmin sualları kodlaşdırma vərəqinə yazmanız müəyyən vaxt aparacaq. Ona görə də vaxt bölgüsünə xüsusi əməl olunmalıdır. Və imtahan müddətində çalışın ki, özünüzü çox həyəcanlandırmayın. Adi bir sınaqda özünüzü hiss edin, hər hansı bir dərsə hiss edin. Çünki nə qədər çox həyəcanlansanız, sizə müəyyən dərəcədə fikir dolaşığı yarana bilər, özünüzü itə bilərsiniz, bildiyiniz sualı yanlış edə bilərsiniz, ikili cavab arasında qala bilərsiniz. Tam sərbəst olmağa çalışın. Ona görə ki, bunlar sizin gələcəkdə müəyyən yaxşı ballar yığmaq üçün ən birinci amillərdən biridir. Burada sualları oxuyan zaman
gözdən qaçan məqamlar olduğu kimi bir təkrar edirəm. Yəni ən azı 2 dəfə oxuyun ki, bir dəfə görə bilməz məsələni ikinci dəfə görə biləsiniz. Və hər biriniz burada sualları oxuyan zaman orada mətndə abzasların bölümünə xüsusi fikir verməlisiniz. Sonra mətn hissələrinə, bilirsiniz ki, giriş, əsas, nəticə hissələrinə xüsusi yer verməlisiniz. Onların ayrılan sərhədlərə baxmalısınız. Bəzən mətnlər verir ki, məsələn, hansı ya girişimi, əsas mı, nəticə mi 2 abzasdan ibarətdir. Onları düzgün bölməyə bacarasınız. Bilirsiniz, yeni fikirlə keçəndə adətən abzas dəyişəcək. Bunları inşallah fikir verəsiniz. İngilis dilindən o dinləmə mətninə olduqda o dinləmə mətnlərinə çox diqqətlə qulaq asın. Dinləmə mətni isə 2 dəfə səsləndiriləcək. Ona görə onlara çox diqqətlə qulaq asmaq lazımdır. Və burada sizin üçün bir vacib məqamda onu deyə bilərəm ki, görəm mən necə yazacağam, hər şey yaxşı mı oldu? Özünüzü imtahan müddətinə bu strese salmayın. Ona görə ki, bu imtahan stresi alsanız sizin üçün çətin olacaq. Hər şey yaxşı olacaq prinsipindən yaşayın. Və mən ümid edirəm ki, bütün abituriyentlər istədiyi nəticələr göstərəcəklər. Hər kəs hədəflədiyi bir məqsədə çatacaq. Sizə sabahki imtahanlarda hər birinizə uğur arzulayıram, zehin açıqlığı arzulayıram və mən inanıram ki, siz gözəl nəticələr göstərəcəksiniz. Çox sağ olun, gecəniz xeyrə qalsın. Hər birinizə uğurlar və xoş xəbərlərinizi gözləyirik.